Salam değerli izleyiciler, değerli müəllimlər, şagirdlər. Bugün sizlərə ikinci qrupların bugünkü imtahanın riyaziyyat suallarını izahını verəcəyik. Suallar bəzən tam görünmür, üzrlü sayın, şəkildən çəkilib təbii ki. Və mən də sizlərlə bir yerdə baxacağıq. Deməli, birinci sual yazılıb ki, perimetri 20 metr olan bərabər yanan trapesiyanın yan tərəfinin orta xəttinə bərabərdir. Baxaq, hətta birdən başlayır. Trapesiyanın yan tərəfini tapın. Deməli, bir trapesiya çəkirik. Bəzi suallarda ola bilər, tam şəkil düşməyim, ona görə üzrlü sayın. Baxın, fikir verin, deyir ki, bərabər yanan trapesiyanın yan tərəfinin orta xəttinə bərabərdir. Yəni, bura C-dir, bura C-dir, burada A plus B-dir. Bizdə C-ni deyir ki, A plus B bölünsün 2-dir. Onda fikir verin, perimetri mən tapanda nə edəcəkdim? Bütün tərəfləri toplayacaqdım. Yəni, həm A plus B-ni, həm də nə? C-lə C-ni toplayacaqdım. Bizdən nə istəyir? Yan tərəfini istəyir. Onda baxın, fikir verin, buradan A plus B-ni mən tapsam nəyə bərabər olur? 2 dənə C-yə bərabər olur. Bu 4 dənə C olur. Və bunu da bizə 20 verir. Deməli, C-miz nəyə bərabər olur? 5 olur. Deməli, birinci cavab nədir? Y variantıdır. İkinci sualda deyilir ki, səsdə bir problem yoxdur. Nəsə olsa yazın. Yox, yaxşı da düşür. İkinci sualda kürədən danışır. Yazıb ki, kürənin radiusunu 5 dəfə artırdığı həcmi necə dəyişilər? Kürənin həcm düsturu nə idi? 3/4 pi r kubu idi. Bunun dəyişən olaraq sadəcə r var, r-dən asılıdır. İndi bunu mən 5 dəfə r artırıramsa, bu nəyindən asılıdır? Bunun kubundan. Deməli, bu nə edəcək? 125 dəfə artacaq. Şagird orada biraz karışdırır. Deməli, cavab orada olacaq. B variantı. 8-ci sual. Yazın məktəb olimpiyadasında 200 oğlan və 300 qız iştirak edir. Oğlanlar bütün iştirakçıların neçə faizini təşkil edir? Çox demək olar ki, bəsit sualdır. Bütün iştirakçılar deyəndə həm qızlarla oğlanları nəzərdə tutur. Toplayanda 500 nəfər eləyəcək və bütün iştirakçılar olduğuna görə bu 100% eləyəcək. Bir oğlanlar bütün iştirakçıların 200'də oğlan vardı. 200'ə də biri neçə faizdir? Buradan bura keçəndə ümumiyyətlə nə edir? 5'ə bölür. Deməli, buradan da bura keçəndə 5'ə böləcək. Cavabı olacaq? 40% olacaq. Şagird bunu düz yazır. Faiz məsələsidir və bəsit faiz məsələsidir. Növbəti sual simmetriyadan danışır. Yazıb ki, nöqtələri koordinat başlanğıcına nəzərən simmetrik imiş. Koordinat başlanğıcına nəzərən simmetrik nə idi şagirdlər? Bir x, y nöqtəsini koordinat başlanğıcına görə simmetrik çevirəndə hər ikisi işarəsi nə edirdi? Dəyişirdi. Ona görə baxın, A bunun əks olacaq. Yəni A olacaq mənfi 2. B də ordinatın əksi olacaq. Olacaq mənfi 3. A variantı. Növbəti suala baxaq. İndi burada diqqətli olun. Bu biraz maraqlı sualdır. Çünki heyət deyəndə heyət sistem deyil. Heyətdə və ya var. Və deyil. Yəni sistem deyil. Yazıb ki, bərabərsizliklər sisteminin mi yazıb, nə yazıb? Sistem işarəsiymiş, üzrlü sayın. Sisteminin yeganə həlli var. Bir bərabərsizliklər sisteminin yeganə həlli necə ola bilər? Baxın, böyük bərabər, kiçik bərabər olanda bu sağda duran ədədlər bir-birinə təbii ki, bərabər olmalıdır ki, onun yeganə həlli olsun, ədəd oxun çəkəndə. İndi burada da bizdə verib 2b kvadratı çıxılsın 3b plus 7 bərabərdir b kvadratı plus 5b minus 9 olmalıdır. Onda onun yeganə həlli olacaq. Bəs niyə burada bir dənə olacaq? Çıxılsın 8b. Deməli, bir tərəf yığanda bu tam kvadratı verir. Müxtəsər olma düsturur. Ona görə də b-də neçə olur? 4 olur. Burada A variantıdır. Şagird niyə 8 yazıb? Maraqlıdır. Yaxşı görünmürsə, sizdə orada effekti artırın. Görünmənin effektini artırın. Plus mən onsuz da burada sualı yazıram. Şəkildən çəkilib deyə. Yəni məqsədimiz tez sizə izah etməkdir. Şəkildən çəkilib deyə biraz şəkillər solğun düşür. Ona görə üzrlü sayın. Növbəti suala keçək. Yəni burada bu bərabərsizliklər sisteminin cavabı 4'dür. Yəni A variantıdır. Növbəti suala keçək. Növbəti sual müstəviyə aid olan sualdır. Yazıq müstəvidə 8 desimetr məsafədə olan nöqtədən müstəviyə uzunluğu 16 desimetr olan mail çəkilir. Perpendikulyarın mail üzərindəki proyeksiyasını tapın. Bu biraz məntiqli sualdır. Biraz öyrəşmədiyi sual tipidir. Bu mail müstəvi anlayışında şəkilləri çəkəndə baxın, bu nə idi? Hündürlüyü idi.
Bu mail idi. Bu da buna nə idi? Proyeksiyası idi. Biz həmişə deyirdik ki, mail nə rolunu oynayır? Hipotenuz rolunu oynayır və hipotenuzun altındakı da mailin nə olur? Proyeksiyası olur. Və bizə verib bu 8 sm verir və buranda 16 verir. Onda elə avtomatik bucaqlarla işləyir. 30-un qarşısındakı hipotenuzun yarısıdır. 60-ın qarşısındakı digər katetin kökü sümüsüdür. Və bu proyeksiyada 8,3 olur. Amma burada diqqətli olması yer var. Bizdə mailin müstəvi üzərindəki proyeksiyası desə 8,3. Onu demir. Nə deyir? Deyir ki, perpendikulyarın mail üzərindəki proyeksiyası. Perpendikulyarın da mail üzərindəki kölgəsindən danışır. Ona görə biz nə edəcəyik? Mailə hündürlük çəkəcəyik. Yəni hipotenuzun hündürlüyü çəkəcəyik və o proyeksiya olacaq katetin hipotenuz üzərindəki proyeksiyası. Bura olacaq. Onda bura 30 dərəcə idi görürsünüz. 30'un qarşısındakı hipotenuzun nə idi? Yarısı idi. Onda bu cavabın olur 4 desimetr olur. Maraqlıdır. Şagird bəzi asan suallarda səhv edib, maraqlı sualları düzgün yazır. Vektor verib. Deməli 2 vektor verib. 5'dir, K'dır, mənfi 2'dir. Mən sizin burada yazın. 5'dir, K'dır, mənfi 2'dir. Və B vektoru verib. 2'dir, 15'də 6'dır. K'nın hansı qiymətində 3A vektoru plus B vektorunun uzunluğundan danışır. Deməli biz 3A vektorunu tapmaq üçün, plus B vektorunu tapmaq üçün bunu 3'ə vuracaq hər tərəfin. 15, 3K, mənfi 6. Bu da öz yerində qalacaq. Və biz bunları toplayanda eləyəcək 17. Səhvimiz var mı? Yoxdur. Sonra olacaq 3K plus 15, burada da olacaq 0. Deyir ki, bunun uzunluğu 17'ye bərabərdir. Və görürsünüz ki, bunun bir koordinatı onsuz da 17'dir. Digər koordinatı gərək 0 olar ki, onun uzunluğu nə olsun? Elə yenə 17 qalsın. Yəni, burası nə olmalıdır? 0. Deməli, buradan çıxır ki, 3K plus 15 nəyə bərabər olmalıdır? 0'a. Deməli, K da bərabər olur, mənfi 5'ə. Burada vektorun uzunluq qaydasını da bilməlisiniz. Kök altında onun koordinatlarının nə idi? Kvadratları cəmi idi. Bax, bəxtimizdən burası 0'dır. Özü də deyir ki, 17 qalsın. Baxın, deyir 17 qalsın. Deməli, bura nə olmalıdır? 0 olmalıdır. Baxın, o 0'da onun neyindən taxıram. 23-cü sual bir integraldan danışır və integral yadınıza salın ki, deyilirdi ki, törəmənin nə idi? Tərsidir. Yəni, hansı funksiyanın törəməsi 1 bölünsün x-i verirdi. Baxın, mən sizin burada yazıram. 1 bölünsün x dx-dən danışır və burada 3-dən aya verir. Ona görə biz deyirdik ki, kimin törəməsi 1 bölü x-dir? Elenin. Elen x'in. Aslında elen modul x'in. Və bu müəyyən integralıdır. X'in yerinə biz bir dəfə a qoyacaqdıq. Bir dəfə 3 qoyacaqdıq və nəyə bərabər eləyəcəkdik? 3 elen 2'yə. Onda bunları sağı atsaq, yıxsaq bir tərəfli olacaq 4 elen 2. Çünki bu 3'ü qıyam atıram. Baxalım bir mənə səhv etmirik. Yox, səhv etmirik biz. Üzrü sayım. Deməli, point. Bunu silsin. Bunu silsin. Bu bərabərdir. Ln 3 plus bunu içəri atıram. Olur Ln 8 və toplayanda neyir? Ln 24 eləyir. Onda modullarımız nəyə bərabərdir? 24'ə. Və bizdən sualda nə tələb edirdi? Qayda ora silmişik. Bizdə A-nı tapın deyir. A orada əslində mənfi də ola bilər də. Deməli, modulu A-mız oldu 24. A nəyə bərabər olacaq? Mənfi müsbət 24. Çünki o sərhədlərin yeni dəyişə bilərik. Amma kimsə deməsin ki, yuxarı aşağıdan nə olmalıdır? Böyle olmalıdır sərhəddə. Onu deyə bilmərik. 24-cü sual elə topluluğun demək olar ki, sualıdır. Və burada nə verilir? Kökün altında, mən burada yazacağım. 6 dənə kosinus 25 vurulsun kosinus 65'i bölür kosinus 40'a. Əslində burada böyük bucağı balacalaşdıra da bilərsiniz. Bir də hasili cəmə də çevirə bilərsiniz. Kosinus 65 elə sinus 25 idi. Və burada kosinus 25 vurulsun sinus 25 və hasil 2 misli olanda bizə nəyi verirdi? Sinus 2 alfanı verirdi. Deməli, mən 6 dənədən 2 mislinin ayranda olacaq 3 dənə sinus 50 bölünsün kosinus 40. Onda bu sinus 50 ilə kosinus 40 da 90'a tamamladığıma görə eyni olurdu. Yəni burada nə qalacaq? 3 qalacaq. Deməli, gəlib bura baxsaq, bu kökün altı ifadə oldu 3. Plus 1 və indi biz bunu vurup kök altında 3 minus 1'ə. Burada vurmadı yəqin ki. Yəqin ki vurmadı.
Çünki açıq sualdırsa, onun cavabı nə olmalıdır? Ədəd olmalıdır. Köşaltı ifadə açıq sualın cavabını yaza bilmərik. Onda bu olur 3 müxtəsər ünvan üstündən A-nın kvadratı çıxıb B-nin kvadratı, bu da son nəticədə 6 olur. Yəni bunun cavabı olur 6. Əgər təzə PDF-imiz varsa, biz bu təzə PDF-i açaq. Tələsməyək. Əslində mən Vahid müəllimdən xahiş elədim, PDF-i düzəldən kimi bizə versin. Mənim fikrimcə imtahan hələlik bəsitdir. İkinci qruplara nisbətən hələlik bəsitdir. Mən onsuz suallar sizə deyirəm də, sualları görünməsin də, mən sizin sualları yazıram. Növbəti sual bir parabola aiddir və deyir ki, parabolanın təpə nöqtəsi birinci rübdə yerləşər. Burada siz nəyə diqqət edilməlisiniz? Bu sualda məntiq var, çoxu səhv edə bilər. Çünki təpə nöqtənin koordinatları ilə işləyəcək, amma biri ilə yox, hər ikisi ilə işləməlidir. Baxın, fikir verin, parabola deyir, təpə nöqtəsi birinci rübdədir. Bu m kvadrat da təqribən tutaq ki, belə gedir də, məsələn deyirəm. Yəni, təpə nöqtə x təpə də, y təpə də. Birinci rübdədirsə, hər ikisi nə olmalıdır? Müsbət. Bəs x təpəni biz necə tapırdıq? Mənfi b bölünsün 2 ilə tapırdıq. Deməli, burada 2-lər gedəcək, olacaq 5 minus m bölünsün 1. Və bu müsbət olmalıdır. Onda m nədən kiçik olur? 5-dən kiçik olur. İkinci, y təpə hansı ən kiçik tam qiymətindədir? Bəs buradan götürsək səhv edərik ya. Çünki 5-dən kiçik böyük qiymət taparıq, balaca qiyməti tapmırıq. Ona görə y təpəyə də baxmalıyıq. Olur 4a-sı çıxsın b kvadratı bölünsün 4 vurulsun a. İndi bir dənə hesablamalara diqqətli olaq. 4 vurulsun a vurulsun c çıxsın b kvadratı bölünsün 4a. Bu da elə 4 edir demək olar ki, böyük də 0. Məxrəc müsbət olduğuna görə ataq, 4-ə də bölək. Alınır m kvadratı çıxsın m minus 5-in kvadratı bölüşdü 0. Və bundan müxtəsərlə vurğulara da ayıra bilərik, aça da bilərik. Vurğulara ayıraq, yoxsa məncə vurğulara ayıraq. Olur 2m. Deməli, bir dəfə çıxdıq, bir dəfə də toplayırıq. 2m minus 5 böldü 0. Buradan da alınır m böldü 2,5. Baxın, nə almışıq? M böldü 2,5 və m 5-dən kiçikdir. Tam qiymətlərin desə, bütün say desə 3-dən 4-dür. Amma ən balacasını deyəndə 3-ü götürürük. Deməli, cavab 3-dür. Bu testi işləyən mənə çox maraqlı gəldi. Maraqlı sualları yazır, asan suallarda səhv edin. Əvvəllər buraxılış imtahanına da belə suallar gəlir. Biraz yerlərini qarışdırmışıq burada, eybi yoxdur. Sonra limit gəlir burada, birinci sualda. Limiti oxuyanda kök altında 49 n'dir, plus kök altında 10 n'dir. Bölünsün kökün altında 16 n'dir. Sonsuzluğa yaxınlaşanda biz nə edirdik? N'ə bölürdük. Köklərin altı elə demək olar ki, qüvvət eyni olduğuna görə bir yerdə bunu biz yaza bilərik. Bölünsün 16 və n'ə ilə böləndə kökün altında bu olacaq 49 plus kökün altında 10 böl n bölünsün 16. En sonsuzluğa yaxınlaşanda buna nəyə verirdi bizə? 0'ı. Ona görə olur kök altında 49 bölünsün kök altında 16. Bu deyilir 7 bölünsün 4. Limit üçün çox bəsit sualdır. Yəni ilkin limit qaydalarını bilən, sonsuzluğa yaxınlaşanı bilən bunu yazar. Görkəmli limit qaydası da yoxdur. Yəni nə deyirdi? Yəqin ki, müəllimlərimiz də söylədi. Sonsuzluğa yaxınlaşırsa böyük ədədə böl. Burada da ədəd deyəndə dəyişəni nəzərdə tuturuq. Yəni n-i nəzərdə tuturuq. Deməli n-ə bölürük. Növbəti sual trigonometrik tənliyidir və sinus x vurulsun kosinus x-dir. Bərabərdir 0. Bu vurmadır yəqin ki burada.
Çünki toplamaya vurma ilə mən həll edeyim. Deməli, bu olacaq 1 bölünsün 2 sinus 2x. Onda sinus 2x 0 olur. Sinus 0'ı da harada alırdı? Pikada. Onda bu plusdur. Misalımız onda plusundandır. Deməli, olur sinus x bərabərdir mənfi kosinus x. Hər tərəfi kosinusla böləndə alınır tangens x bərabərdir mənfi 1. Onda mənfi nə harada alırdı? Mənfi pi bölü 4 üstəgəndə pi kada alırdı. Yəni, bunun üçün də cavab olur A variantı. Mən baxdım, gördüm ki, təzə PDF yoxdur. Ona görə üzürlü sayın. Bir kub sualı verib və kubun içində piramida verib. Bu biraz maraqlı sualdır. Şagirdlərə son zaman mən lövhədə demişdim. Demişdim ki, bir altı buzağının içində piramida çəkər, bir kubun paralelepipedin içində təpə nöqtələrini fərqli götürüb bir başqa piramida sualı düşə bilər. Son ayağını dərslərimizdə demişdik. Deməli, həcmi 729 olan bir kubdan danışır. Kubun həcmi nə idi? A kubu idi. Və A kubu 729'dursa, bu neçə yazaq ki? 729 7'ye bölünür, 9'a bölünür nə qədər? 81. Yəni 9'un kubusu da bu. Deməli A 9'muş. Yəni tərəf 9'muş, tili 9'muş. Sonra AC-ni 7 bizə verib. Bura 7'dir. Mən şəkli ayrıca çəkəcəm. AB-ni 4 verib bizə. Və deyir ki, bu kubun qalan hissəsinin həzmini tapın. Deyir ki, bu piramidanın kəsilib atılıb, qalan hissəsinin həzmini tapın. Burada iş nədən ibarətdir? O piramidanı mən alt tərəfdə çəksəm, orada belə bir piramida alınır. Əslində tilləri cüt-cüt perpendikulyar olma demək olar. O üçbucaq sualları var deyə piramidalarda. Mən o şəkli təkrar sizin çəkim. Piramidanın belə bir növü var deyə. Keçən dəfə 5-ci gün biz əyanlı dərs keçdik. Həm də YouTube'da da paylaşdı, belə mərkəzdə. Mərkəzdə keçəndə piramidada mən o sözü dedim. Dedim ki, bu dəfə elə bir suala düşə bilər. Baxın, fikir verin, A təpəsini burada götürürəm, B-ni burada götürürəm, C-ni burada götürürəm və D-də burada. Bu gəlir çıxır nəyə? Bu gəlir çıxır yan tilləri perpendikulyar olan, cüt-cüt perpendikulyar olan piramidaya. Və yaxud da ki, üstə bir S oturacaq vurulsun H-la da yaza bilərsiniz, problem deyil. Deməli, AC-miz 7'dir, bura 4'dür və burada hündürlüyü 9'dur. Biz piramidanın həcmini necə tapırdıq? 3/1 S oturacaq vurulsun H-la tapırdıq. Bu da olur 3/1 vurulsun 4 vurulsun 7 bölünsün 2 vurulsun H. Yəni, onun üçün qayda var da, altda bir ABC. İspat da soruşa bilərdi. İspatı təbii ki, birinci qruplardan soruşar. Deməli, bundan bu gedir 3 dəfə, bundan bu da gedir 2 dəfə, olur 42 mi? Deməli, o piramidanın həcmi olub 42. Amma bizdən yerdə qalanı soruşur. Onda yerdə qalanı soruşursa 729'dan nəyi çıxarır? 42'ni çıxarır. Bura olacaq 7, bura olacaq 8, burada olacaq 6. 687, yəqin ki, bu da bu A, B, C variantı, o görünmür. Yəqin ki, anladınız. Həmin piramidanı istəsə həcmi 42'dir, onu istəmir. Yerdə qalanı istəyir. Yerdə qalanı da tapmaq üçün biz nə etməliyik? Çıxmalıyıq. Bu məramlı sualdır. Yazıb ədədi silsilənin ilk 10 həddinin cəmi 220'dən böyük, 260'dan kiçikdir. İlk 10 həddinin cəmi 220'dən böyük, 260'dan kiçikdir. Bu silsilənin birinci həddi 7, A1 7'dir. Və bütün həddlərin natural ədəd olarsa, onda belə çıxır ki, bunun D-si müsbətdir və naturaldır. Çünki D mənfi də ola bilərdi, o tam olardı. Amma D gərək natural olar ki, birinci ədəd uyğun olaraq natural olsun. Silsilənin fərqini istəyir. Yəni, yaxşı. Bəs yaxşı, S10'un düsturu necə yazılırdı? A1 plus A10 bölünsün 2, vurulsun 10, o da kiçikdir 260. Hər tərəfi 10'a bölsəm 2'yə vursam, buraya elə 44. Bu A10'u da parçalasam 2A1 plus 9 deyilir. Bu da kiçikdir. Deməli, 10'a böldüm, 2'yə vurdum 52'dən və A1'i bizə 7 verib. Biraz fərqli sualdır əslində, şagirdlər üçün maraqlı ola bilər. 14'ü bir yana atsaq burada 30 qalır. 14'ü bir yana atsaq burada 38 mi qalır? Hər tərəfi bölsək 9'a, bu 3 tam nə qədər edir? Bu da 4 tam nə qədər edir? Deməli, D də natural olduğuna görə D onda nə olacaq? 3 tam neçə ilə 4 tam neçə arasında natural nə var? 4 var. Bu biraz məntiqli sualdır, çünki öyrəşmədiyi istəkdir. Bir silsilə sualını bərabərsizliyə tətbiq edirsiniz.
Öyrəşmədi istifdir. Görünür də əslində. Məncə bir problem yoxdur. 5-ci sual. 5-ci sualı yenə sizin mən yazıram. Logaritma 3 əsasından x kvadratı plus x. Yəni kərəmə almaq tutdu. Plus nədir o? 3-dür yoxsa 5-dir? Yaxşı qoy 3 yazaq, mən sizə deyəcəm. Kiçik bərabərdir 2. Logaritmada biz nəyə fikir verirdik? Logaritmada əsasın birdən böyük və yaxud da balaca olmasına fikir verirdik. Əgər əsas birdən böyükdürsə, bərabərsin işarəsi dəyişilmirdi. Yox, əgər birdən kiçiksə, bərabərsin işarəsi dəyişilirdi. Dəyişilməyəcək burada. Deməli 3-dür və 2-ni harada alırdı logaritma? 3 əsasından 9-dur. Deməli, bura oldu 9. Hə, elə düz yazmışam. Oldu 6. Deməli, burada kvadrat bərabərsizliyidir. Kvadrat bərabərsizliyi həll edəndə vurğulara ayırırıq, intervallarına nə edirik? Həll edirik. Və bu düşün, x daxildir, -3, 2 parçasına. Nə deyir? Ən kiçik tam həllini tapın. Ən kiçik tam həlli olacaq -3. Hə, bir də bərabərsizlikdə bunun içərisinin sıfırdan böyük olmasına baxmalıyıq. Onsuz da bunun diskriminantı mənfi olduğuna görə bu doğrudur. Ona görə mən yoxlamadım onu. Yəni onu mən tez gördüm. Yəni cavab nə oldu? B variantı. Yəni loqaritmik bərabərsizliyin cavabı B variantıdır. Növbəti davam edək. Gəldik bir sistemə. Sistemdə yazıb ki, x kvadratı çıx 6xy plus y kvadratı bərabərdir -47-dir. Və x çıxılsın y-i bizə verib 1. X, y-i soruşur. Müxtəsər olma düsturu. Təbii ki, mən yuxarıdan x minus y-nin kvadratını ayırsam, x minus y-nin kvadratında var x kvadrat plus y kvadrat çıx 2xy. Deməli, burada qalacaq çıx 4xy. Və bunu da -47 verir. Bax, bura 1-dir. Kvadratı elə 1 olacaq. Mənfi atsam bu 1-i bölənə -48 və hər tərəfi -4-ə bölsəm, cavab 12 edir. Deməli, bunun cavabı 12-dir. Şahidət düz yazır. Növbəti sual 17-ci sualdır. Yəni orada cavab B variantı oldu. 17-ci sualda bir funksiya paraboladan danışır. Amma biraz parabola verməsəydi daha da maraqlı olurdu. Artma aralığından deyir. Bu yenə də 5-ci gün biz çoxluca dedik ki, funksiyanın artması deyəndə törəmə sıfırdan böyük bərabərdir. Azalması deyəndə törəmə sıfırdan kiçik bərabərdir. Yəni bunu xüsusən siz parabola növündə düşünməsəz də olar. Deməli, bunun törəməsini tapırsınız. Qüvvət qabağa gəlir, qüvvətdən bir var çıxırıq və nədir? Artma aralığını tapın. Yəni, böyük bərabərdir, 0 tapın. Ona görə x böyük bərabərdir olur 1. Deməli, olur 1 sonsuzluq. Yəni, bunun da cavabı olur C variantı. Kiçik bərabər azalma idi. Böyük bərabər artma idi. Bir kub versəydi, daha da maraqlı olardı. Mən 5-ci gün axşam bir dərs paylaşmışdım. Orada onların, məsələn, bəzən belə bir suallar verirdi. Verilən funksiya həmişə artandı. Verilən funksiya həmişə azalandı. Onlar daha da maraqlı olardı. Yəni, o da düşsəydi, biz deyərdik ki, belə deyək. Dediklərimizin çox ora düşüb. Paraqramın hündürlükləri 6 kök 3 və 8-dir. Onlar arasında küçə 60-dır. Paraqramın sahəsini taplayır. Bu da topluda demək olar ki, var. Yəni, siz görübsünüz belə suallar. Paraqramın hündürlüklərini bizə verir. Birinin 6 kök 3 verir, birinin 8 verir. Bu kiçik tərəfə çəkiləni bunu götürək. Burada 8 götürək. Maraqlı bir qayda vardı paraqramda. Körbucaq təpəsinə çəkilən iki hündürlük, yəni hündürlük arasında qalan bucaq, iti bucağın özü olurdu. Çünki elə buradan görün. Bura 90-dır, bura 90-dır. Bura 60-dırsa, bura 120-dir. Çünki 3-ü, 4-ü bir yerdə 360-ı verir bizə. Onda burada elə nə qədər olacaq? 60. Bax, gözəl. Paraqramın sahəsini deyir. Paraqramın sahəsi üçün elə mən buranı tapsam, tərəf hündürlüklə həll edəcəm. 60-ın qarşısındakı, 30-un qarşısındakı kök 3 misli idi. Onda 30-un qabağı 6 imiş. Onda 90-ın qabağı 12 idi. Mən burada 12 yazdım. Onda paraqramın sahəsi A vur H-dir. Yəni A-nı 12-də, H-ı da 8-dir. Deməli, nə qədər olacaqsa 96 olacaq. Bəyəndim bu sualı biraz. Çünki burada həm də düzbucaqlı, üçbucaq haqqında məlumatınız təbii ki, olmalıdır. Növbəti suala baxaq. Müxtəlif. Deməli, müəllimlər və şagirdlər. Bu sual haqqında biz keçən dərs 5-ci gün bizim kanalımızda canlı dərsimiz gedir. 3 saata yaxın dərsimiz olub. Məlumat vermişdik. Demişdik ki, belə suallar da gələ bilər. 90 dərəcədən böyük, 90 dərəcədən kiçik olan üçbucaq bərabərsizləri gələ bilər.
Şimdi biz de geçen reklamlar düzenlerdi. Diğer ki biz daha demiştik, bu da düştü. He? Hele bunun median olan formasını da biz izah etmiştik. Deməli bura 5'dir. Bura 12'dir və B bucağı da 90 dərəcədən kiçik verir. Burada oldu x. Birinci üçbucaq bərabərsizliğini yazırdıq. Üçbucaq bərabərsizliği nə idi? Kiçik idi iki tərəfin cəmindən, böyük idi onların fərqindən. Bu bir. İkinci deyirdi ki, şagird, əgər bucağı 90 dərəcə versə, sən Pifagoru yaz. Amma 90 dərəcədən kiçik verir. 90 dərəcədən kiçik verirsə, onda tərəf kiçildikcə bucaq kiçilir, bucaq kiçildikcə tərəf kiçilir. Elə bunu belə də öyrənmək lazımdır. Və bura Pifagor ədədlərdir. 169 eləyir, deməli 13-dən nə olur? Kiçik olur. İndi bizdən nə soruşulur? Tam qiymətlərin sayını tapın. Bunu ehtimalda da versəydik gözəl olardı. 7-dən böyük 13-dən kiçikdir, 8-dir, 9-dur, 10-dur, 11-dir, bir də nədir? 12-dir. Neçə nə oldu? 5 dənə oldu. Və bu sualda demək olar ki, biz məlumat vermişdik. Bu 5 yəqin ki, buradadır da. 6-dır o və niyə 5 yoxdur? Müxtəlif tərəfli üçbucaqda, müxtəlif tərəfli deyir, gözəl. Müxtəlif tərəfli deyirsə, 12-ni biz götürə bilmərik. Müxtəlif tərəfli deyir. Bərabər yanlı olar axı. Müxtəlif tərəfli deyir, deməli 12-ni götürə bilmərik, ondan neçə dənə qalır? 4 dənə. Deməli cavabın olur, D variantı olur. Və yenə də biraz çaşdırıcılıq siz orada müxtəlif tərəfli dediyinə görədir. Növbəti sual. Yazılır 2, 5, 5, 7, 7, 7, 6. Bu 7 rəqəmi ədədinin rəqəmlərini yeri dəyişməli 6 rəqəmi ilə başlayan neçə müxtəlif yetir? Qəşəng, super. Belə sualları biz buraxılış izahlarında çoxluca video dərslərdə vermişik və dərslərimizdə var. Deməli, sənə deyir ki, 6 ilə başlasın. 6 ilə başlayan, 6 rəqəmlə başlayan, neçə müxtəlif 7 rəqəmlər də yazmaq olar. Onda bunları elə buna atır, digərlərini yazan. Və bu sabit qalacaq, bu dəyişilməyəcək. Amma bunların yerlərini dəyişə bilərik. Baxın, 5-ci gün yenə də dərsdə demişik, açıb baxa bilərsiniz. Buna biz nə deyirdik? Təkrarlı yer dəyişmələr. Məsələn, deyirdik, masallının hərflərinin yerini dəyişməyinə neçə mənalı və mənasız söz düzəltmək olar. Elə həmin sözdür. Sadəcə ədədlə verib. Burası 0 atsaydı daha maraqlı olardı. 0 atmayıb. İndi burada neçə dənə qaldı? 6 dənə. 6 faktorial qədər bunların biz yerini dəyişib ədəd ala bilərdik. Amma bu vaxtı 3 dənə 7 eynidir. O 7-lərin dəyişməsinin bir mənası yoxdur. Ona görə bölürəm 3 faktoriala. 2 dənə 5 eyni daxil. Bunların dəyişməyinin mənası yoxdur. 2 faktorialı da burada bölürəm. Və bunu hesablayıram. Bura nə qədər olacaq ki? 6'lar gedəcək, 2'lər gedəcək. Olacaq 3 vur, 4 vur, 5. Bu olacaq, elə deyilmi? 6 3 faktorialına gedir, 2 də oradan gedir. Deməli, olacaq nə qədər? 60. Deməli, 60 dənə belə ədəd var. Qəşəng sual. A variantıdır, uşaqlar, şagirdlər. Bunun cavabı A variantıdır. Növbəti suala baxaq. Gəldik nəyə? Yazıq ki, A və B-nin hansı qiymətlərində bu çox adresin qüvvəti 5 olar. Biraz məntiq ola bilər var. Diqqətli olaq. Plus 5B vur, x üstü 6. Yəni ki, bu 6'dır. Sonra çıx x üstü 5 minus A x üstü 8 plus 2 x üstü 6 plus 4 x kvadratı plus 1. Baxın, deyir ki, qüvvət 5'dir. Çoxadının qüvvəti nə idi? Nə deyilirdi? Çoxadının qüvvəti onu təşkil edən bir ədillərin ən böyük qüvvəti olanı götürülürdü. Burada deməli 5 deyilsə, qüvvətin 5 qalması üçün üstü 8'lərdə yoxa çıxmalıdır. Üstü 6'lar da yoxa çıxmalıdır. Onda mən buradan x üstü 8'i çölə çıxarsam 3 minus A qalır. Plus x üstü 6'nı yoxa çölə çıxarsam B plus 2 qalır. Yəni bunların əmsalları gərək 0 olar ki, orada qüvvətlər qalmıyor. Onda A'mız neçə olur? 3 olur. D'miz neçə olur? Mənfi 2 olur. Deməli, A 3'dür, B də mənfi 2'dir. Yəni, nədir? C variantı. Var toplu da belə suallar. Biraz sadəcə tipim sanki biraz dəyişir. Növbəti sual kompleks ədədlərə aiddir. Onsuz da kompleks ədədlərdən maksimum düşə biləcək elə suallar hasildir, nisbətli belə suallardır. Deməli, yazıb 3 plus 1 böl 2 vurulsun 2 minus 1 böl 3. Neyin yerəm mən burada? Bunu orta məxrəcə gətirəm. 6 plus i, burada da olan 6 minus i, aşağıda da 2 vur 3, 6 edir. Yəni, mənim bildiğim burada bu ola bilər. Bunda olanda müxtəsər bunlar üstünün tətbiq edirəm. Bu da eləyir i kvadratı mənfi 1 olduğuna görə 37 bölünsün
alt edir. Yəni cavab nə olur? Y variantı olur. Yəni oradakı incə keçidi bilməyən də yazsın da. Nə var ki, vursun atsın da mötərizələri. Yaxşı, növbəti sual. Yazıb bowling liqasının oyuncuların nəticəsi və eyni nəticə göstərən oyuncuların sayı cədvəldə verilir. Verilmiş nəticədə median ilə modanın fərqini tap. Bu biraz məni yoracaq şagirdlər. Deməli, moda nə idi? Moda sırada ən çox təkrarlanan ədədidir. Median nə idi? Median balacıdan böyə doğru düzdükcə, əgər tək sayda ədəd vardısa, ortada dayanan olurdu. Cüt sayda vardısa, ortada 2 dənə ədəd dayanacaqdı. Onların cəminin yarısı olurdu. İndi 150 bal toplayan, biz balacadan böyə doğru düzək. 125 bal toplayan 2 nəfər varmış. Sonra uşaqlar, mən bunu oxuya bilmirəm, üzrü sayın. Mən siz üçün tez deməyimə görə da elə əlimizdə olan imkanlardan istifadə etdik. Burada mən oxuya bilmirəm. Yəqin ki, orada 3 dənədir. 133 dənədir. Sonra 135 2 dənədir. Sonra bir dənə 140'dır. 145 3 dənədir. Sonra 150'də 2 dənədir. Nə deyir? Cədvəldə. Bəlkə də burada bu 3 deyil, mən bunu oxuya bilmirəm. Bəlkə də 5'dir. 5 olsa, çünki orada 3 olsa moda 2 modalı olacaq. Çünki 2 dənə burada, 2 dənə burada, 3 dənə orada, 3 dənə orada. Oxuya bilmirəm mən bunu. Verin mənə. Amma PDF alın, Telegram'a gəlin. Hara göndərmiş beydin? Heç yəni göndərməmişim, siz göndərdiniz. Mən də PDF yoxdur. Şimdi yazı bıraktım, ben de yazım. Ben de baktım. Mən çünki görmürəm o sualı, tam bilmirəm o nədir. Yəni ki 5'dir orada. Neçənci sualdır mənim? Daha bir görə bir dəqiqə tələsməyin. Tamam. Neçənci sualdır bu uşaqlar? 12-ci mi? Baxaq. Zəhmət olmasa yorumlara yazın neçənci sualdır. 13-cü sual. Burada da oxunmur. Nəysə, qaydarıq. PDF əgər o vaxta qədər çıxsa qaydarıq. İndi mən sizə dedim də izah etdim. Moda nə idi? Sırada ən çox təkrarlanan. Median nə idi? Balacıdan böyə doğru düzürsən, ortada qalan. Sonra, növbəti sual. Y bərabərdir 9 dənə sinus x-in qiymətlər çoxluğunu tapdı. Qiymətlər çoxluğu sinus üçün nə idi? Ən çox 1, ən az mənfi 1. Sinusa 1 verəndə 9-1, 9 edir. Sinusa mənfi 1 verəndə 1 böl 9 edir. Çünki 9-dur mənfi 1'dir. Çox bəsit sualıblar, nə mənası var abi. Sonra 15 oldu variant uşaqlar orada. 15'də belə bir təmin var. X kvadrat plus x 6'nın kvadratı plus modulda bu. Baxın fikir verin. Bir kvadrat var, maraqlı sualdır deyək. Bir də modul var. İkisinin cəmi 0'dır. Sanki modul A plus B'nin kvadratı 0'dır. Axı biz deyildik modul A deyəndə, yəni ən balaca 0 ola bilər. Kvadrat cüt dərəcədirsə, 5-ci gün bax yenə də demişdik bunları. Qüvvət cüt dərəcədirsə, onun da ən balaca yeri 0'dır. Amma düşünürsən ki 0 alırmı, almırım. Təbii ki bunlar ala bilər. Çünki elə ikisinin cəmi 0 verir. Onda biz nə deyəcəyik? Həm bura 0'dır deyəcəyik. Bax, həm bura 0'dır deyəcəyik. Həm də bura 0'dır deyəcəyik. Amma bu sistemdir. Və ya deyil, vədir. Çünki 1 bərabərliyi də var. Baxın, siz buradan x-i tapsanız, 1'i 2'dir, bu mənfi 3'dür. Buradan x-i tapsanız, 1'i mənfi 1'dir, 1'i mənfi 3'dür. Bu və olsaydı, hamısını götürərdiniz. Və olduğuna görə, ortaq x götürməlisiniz ki, bu bərabərliyi ödəsin. Deməli, burada cavabın olur, mənfi 3 olur. Bax, biraz çaşqırıcı sualdır.
Və deyil, vədir burada və ya deyil. Yəqin ki, anladıq. Maraqlı sualdır bu. Gəldik bunlara. Yazıb ki, qövslər verib bizə. Yazıb AB qövsü, böl BC qövsü, böl CD qövsü, böl DA qövsü. Və bunların bizə nisbətini verib. Buranın 12 nisbətini verib. İstəyirsiniz, mən sizin böyük şəkil çəkim burada. Bunu izahını göstərək. Bu anlaşılır. Bu şəkildən də anlaşılır. Deməli, bura B'dir, bura C'dir, bura A'dır. A'dır mı yoxsa Y'dir mi? Y'dir. Sonra bura D'dir, burada nədir? A'dır. Deməli, AB qövsünü bizə 12x verir. Sonra BC qövsünü bizə 8x verir. Sonra CD qövsünü bizə 2x verir. Və buranı da bizə verib 3x. Onda bütün çevrəni bölüb mütənasib hissələr. Bütün çevrə 360 olduğuna görə bunu toplayanda 20, bunu da toplayanda 25. Deməli, 25x'imiz, səhv etmirəm, bir də baxaq. AB, sonra BC, bəli, sonra CD, bəli, sonra da DA, bəli. Deməli, 25x'imiz olur 360. Onda burada hər tərəfi mən 5'ə bölüm, 72 yazdım, sonra baxarıq. Yazır AYB bucağının dərəcə ölçüsünü tapın. AYB bucağı da, baxın görürsünüz, dicli işlətdim, bunu hələ hesablamadım. AYB bucağı da buradadır. Həm onu qayda ilə yaza bilərsiniz, düsturla, qövslər fərqi bölükü. Həm də məsələn belə də eləyə bilərsiniz yer gəlində. Bunu çəkərsiniz. Bura nə qədər olacaq? 6x olacaq. Sonra bu 2x edirsə, burada nə olacaq x? Deməli, bir xarici bucaq qonşuluğuna, iki daxili bucağın cəmi olduğuna görə bura 5x olacaq. Baxın, bizə 5x lazımdır. 5x-də neçədir? 72. Amma bəlkə də çox uzunda kəsirək gedərdiniz. Cavab orada şagirdlər 72-dir. Növbəti sual. Növbəti sual yazır uyğunluğu müəyyən edin və burada nə verir? Yazır ki, uyğun tərəfləri paralel olan bucaqlar. Onda bunlar ya bərabərdir, ya da onların cəmi 180-dır. Deməli, 5x-imiz olacaq 180, x-imiz olacaq 36. Onda böyük bucaq 2x-idir. Olacaq 72, obsi olacaq 108. Baxalı görək var, yoxdur. Onlar yoxdur. Bəs bunların fərqi var. Fərqi 36 eləyərdi. Çünki 3x-idir, 2x-idir. Ümumiyyətlə, bunların fərqi 36 eləyir. Deməli, 1-ə B variantıdır. Sonra 2-də nisbəti 5 ilə 4 verir. Topladıq 180. Onda 9x 180-dırsa, x-imiz 20-dir. Və bura oldu 100, burada oldu 80. Varsa götürürsünüz. Bucaqlardan kiçik 80-dır. Bəli, D variantı buna uyğundur. Sonra bunların fərqi 20-dir. Bunların fərqi də burada mən görmürəm. Səhv etmirik ki. Etmirik. Sonra üçüncü sualı görmürəm nə yazıb. Alfa çıx. Üçüncü sual sizdə görürsünüzsə şərhlərdə yazın. Alfa 3 alfa 3 betdə yazın. Alfa 3 betdə yazıb. Onda bunların cəmi 4 bet deyilir və bu 180-dır. Və betdə olacaq nə qədər? Nə qədər şagirdlər? 45. Bettamız olacaq 45. Betdə oldu 45. Onda digəri də olacaq 135. İndi bunların fərqi olacaq. Deməli, bucaqlardan böyük 135-dir. Deməli, bunu həm də C variantı uyğun gələcək. Və bunların fərqi də 90 eləyir. Deməli, həm də A variantı uyğun gələcək. Yəni, 1-ə B, 2-ə D, 3-ə də C ilə A uyğun gəldi. Sonra, növbəti. Bu figur bizə tanış olan figurdur. Baxaq hələ görə, yuxarıda bir silindirin yarısı var, sandıqdır da. Aşağıda da paraleliped var. Görək nə deyir? Bu qədər yerine sözlər yazır. Vallahi adam başa düşmək üçün gəlib bir neçə də oxuyaq. Yazıb ki, sandığın qapaq hissəsi yarım silindir. Aşağı hissəsi isə eni 6. Sonra hündürlüyü 8 olan düzbucaqlı paralelipeddir. Bunlarda verib. 1 metr verib. Sonra sandığı hər birinin kütləsi eyni olan 10 əşya qoyularsa sandığın kütləsi 24 kilogram olar. Sandığa hər birinin kütləsi birinci dəfə qoyulan əşyaların birinin kütləsindən 20% çox olan 15 eyni kütlə qoyarsa, buna deyirlər evin yıxılmasının cəmalətidir. Nə ehtiyac var burada? Yaxşı. Sandığın həcmini istəyirlər. Gəlin birinci buna baxaq. Sandığın qapağının açılması üçün 4 rəqəmli parol təyin edilir.
Deməli, sandığın həcmini tapmaq üçün sandığın həcmi bir paralelpetdən ibarətdir, bir də yarım silindirdən ibarətdir. Deməli, paralelpetin həcmi necə tapılırdı? A, B, C. Digər necə tapılırdı? Pi r kvadratı h ilə və yarıya böləcəm. İndi ABC dediyimiz biri 1-dir, biri 16-dır, biri də 18-dir. Bu getdi. Bəs yaxşı, R-lə, hələ bir də oxuyaq. Aşağı silindirin qapalı hissəsi yarım silindir, aşağı hissəsi eni 16, uzunluğu. Sandığın hər birinin kütləsi, bunları bildik, bunları bildik, bunları bildik. Sandıq qapağının açılması üçün 4 rəqəmli parol təyin edilir. Yaxşı, mən nəyi anlamıram? Mən burada anlamağım üçün mənə deyin görək. Hədə, bura diametrdir, donsuz. Bura diametrdir, bura 16 olduğuna görə bunun radisi 13'dür. Bəs bunun h-ı nədir? H da buradır, h da burada 1'dir. Deməli, üstə gəl, pi, sonra r kvadratı, pini də 3 verir. Pini də 3 verir. Üstə gəlməsini. Öz vəfəmə öyrəşmişəm, bundan getmir. 3 vurulsun r, r onda 3'dür, %9, vurulsun h. H da 1'dir, bölünsün 2. Zəhmət çəkin bunu toplayın. Yəni, nə qədər edəcək? %48 edəcək. Burada nə qədər edəcək? Deməli, 0-dan %27 bölü 2. Bir də baxın. Mən bəzən hesablamalarda test tələsirəm. 16-dırsa yarısı onda 3'dür, radius onda 3'dür. Sonra bu hündürlüydür. Bura nədir? 1'dir. Sonra da 1'dir. Pin də 3 verir. Sonra hesablayın tapın. Deməli, boş sandığın kütləsini tapın deyir. İndi boş sandığın kütləsi, ümumi kütləsini tapacaq. Tamam. Deməli, şəhərlər, gəlin indi. Nəyi bura? Bax, sistemə aid olan bir məsələyə gələcək. Biz deyəcək ki, boş sandığın kütləsi x olsun. Bir də, indi bura baxın. Yazılır ki, sandığa hər birinin kütləsi eyni olan 10 əşya qoyularsa, həmin o əşya nə idisə, onun da kütləsi y olsun. 10 dənə əşya olanda 10y olur və bunun piruz öz boş çəkisi var sandığın. Və onları toplayanda deyirdi 24 kilogram olar. Baxın, bu 24 kilogramıdır. Sonra sandığa hər birinin kütləsi birinci dəfə qoyulan əşyaların birinin kütləsinin 20% çoxdur. Və bundan 20% çox 1,2 y-dir. Sonra bundan 15 dənə gətiriblər, qoyublar bura. Və plus, yenə də sandığın öz kütləsi var. Və bu da 30 olacaq. İndi nə edək? 1,2 15'ə vuranda 18 eləyir də. Bunları tərəf-tərəfə çıxaq, 18-dən 10 çıxanda nə qədər qalacaq? Deməli, bura 18, bura 10. Bura qalacaq 8y, burada da qalacaq 6. Onda oldu 4 y-imiz bərabərdir 3. Bir də baxın uşaqlar. Sandığın hər birinin kütləsi eyni olan 10 əşya qoyuldu. 10y. Və sandığın kütləsi 24 oldu. Düz yazdıq, çünki sandığın öz kütləsi də var. Sonra sandığın hər birinin kütləsi birinci dəfə qoyulan əşyaların birinin kütləsindən 20% çox olan, bundan 20% çox olan 1,2-dir. Və bundan 15 dənə eyni qoyuldu. Şəhərlər, səhv etmərəm də yəni ki, 15'i biz nəyə vururuq ki, 1,2 deyəndə? Onda, deməli, 12 bölü 10, bu da eləyir nə qədər? 6 bölü 5. Deməli, 6 bölü 5, bunu 18 də düz, təbii ki, düz yazırıq. 18, sonra 15 kilo eyni olarsa kütləsi 30 kilogram olar. Çıxdıq, bura 18, bura 10, çıxdıq, qaldı 8 y, o da elədi 6. Baxaq, 15-30 kilogram olar. Düz yazdıq. Deməli, 4 y-imiz oldu, yəni y-imiz oldu %75. İndi bizdən nə tələb edir? Sandığın qapağını nə tələb edir? Boş sandığın kütləsi. Boş sandığın kütləsi x-dir. Onda gətirin bunu burada yerinə yazın. 7,5 kilos x bərabərdir 24. X bərabərdir olur 24-dən də 7,5 çıxın. Bu da nə qədər edəcək? 16,5. Mən belə anladım. Sonra 30-cu sual. Yazıb sandığın qapağının açılması üçün təyin edilmiş parolun rəqəmləri müxtəlif olması hadisəsini ehtimal tapın. Bu gəldi yenə ehtimala. Nə deyildi? Sandığın qapağının açılması üçün 4 rəqəmli parol lazımmış. 4 rəqəmli parolu necə yığaram? Rəqəmdən istifadə edilən 4 rəqəmli ədəd qurmuram, şagirdlər. Yəni parol bilirsiniz ki, 0-dan da başlaya bilər. Ədəddən bu fərqlidir. Onda biz bir şeyin ehtimalını tapanda şərt bölünsün bütün yazırdıq.
bütün hadisələr nədir? Mən bura 10 rəqəmdən birini yazaram, 10 rəqəmdən birini yazaram, 10 rəqəmdən birini yazaram, 10 rəqəmdən birini yazaram. Onlar 10-dur, 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 10-dur. İndi şərt nədir? Şərtdə deyir ki, rəqəmlər fərqli olsun. Yaxşı, rəqəmlər fərqli olarsa, 10 dənə rəqəmdən birini mən bura tutaq ki, yazdım. Bunun üçün 10 halım oldu. Bəs yaxşı, rəqəmləri fərqli idisə, bura 9-u qalacaq. Bura 8-i qalacaq. Bura 7-si qalacaq. Elə deyil də, bir də baxaq. Sanın qapağını açılmaq üçün təyin edilmiş parolun rəqəmlərin müxtəlif olması. Rəqəmlər müxtəlif olmalıdır. Birincidə 10 dənə rəqəmdən istənilən birini istifadə edib yaza bilərəm. İkincidə biri getdi. Əslində bu permutasiya deməkdir. İndi nə edirik? Bunlar getdi, nə qaldı ki? Bunu vurun bir-birinə. Həmişəki təməl anar müəllim. Bunu da hesablayın. Belə şagirdlər. Şəkillər yaxşı görünmədiyinə görə əvvəlcədən üzrü saymağınızı belə deyək, xahiş edirik. Amma ümumi imtahanı götürəndə imtahan ortadır. Hətta bəzi sualları demək olar ki, buraxılış səviyyəsindədir. Situasiya sualı maraqlıdır. Sonra orada, məsələn, baxın, bu sual maraqlıdır. Məsələn, bu sual valla gülünc sualdır. 9-8, yəni bloka uyğun deyil, buraxılışdır. Buraxılışa elə sual salırsınız, gəlirsiniz, bloka belə sual salırsınız. Yəni, belə deyək də, dimi heç vaxtı tutmaq olmur. Nə eləmək istəyir? Belə, məsələn, bu sual biraz məntiqli sualıdır. Belə şagirdlər, indi inşallah PDF əlimizə keçsə, vaxtımız olsa, sizlər üçün yenidən bir gözəl izah çəkərik. Məncə, burada bütün suallara cavab verdik. Bir dənə orada moda median qaldı. Orada da mən sırada neçə dənə ədəd var, onu biraz tuta bilmədim. İnşallah növbəti izahlarda görüşərik. İnnovativ Təhsil Mərkəzinin YouTube kanalına abunə olun. Çünki orada inşallah daimi birinci qruplar üçün də izahlar veriləcək. Həm də isbat izahları veriləcək. Və Piyonuz 10-cu siniflər və 9-cu siniflər inşallah gələn il üçün sizlər üçün çox gözəl layihələrimiz var. Yəqin ki, xəbəriniz var. Bizim İnnovativ Təhsil Mərkəzinin itm.edu.az-a daxil olaraq bizim mərkəzin bu domendə olan saytıdır. Və mərkəzdə sadəcə məlumatlar yoxdur. Mərkəzdə mən böyük bir imtahan sistemi qurmuşam. Azərbaycandakı bütün kateqoriyalara aid, imtahan kateqoriyalarına aid bir sistem yığmışam, özüm kodlaşdırmışam. Niyə özüm deyirəm? Yəni orada bilirəm nə nədir. O mənada deyirəm. Və əgər kanal qrupa baxsanız burada, gəlin elə bəlkə bir yerdə mən sizə göstərim. Həm də böyle bir növü reklam da olsun, el yoxdur. Bu bizim saytımızdır. İnnovativ Təhsil Mərkəzinin saytıdır. Sizə maraqlı olan indiki halda maraqlı olan imtahanlar bölməsidir. Daxil olun imtahanlara. İmtahanlara daxil olanda çox sizə mürəkkəb görünməsin. Yuxarıda baxın fikir verin, kateqoriyaları düzmüşəm. Filtrləmə bir sistem qurmuşam siz üçün. Siz həm buradan olimpiyadaya baxa bilərsiniz, həm buradan orta məktəbə aid olan imtahanlarımıza baxa bilərsiniz, sertifikasiya aid, bloka aid olan imtahanlarımıza baxa bilərsiniz. Məsələn, dünən Cəhir müəllim sağ olsun, çox gözəl 30 dənə qəbula düşə bilən tarix sualları burada vermişdi. Baxın, gəlirsiniz, buradan qeydiyyatdan keçirsiniz və imtahana daxil olursunuz. Burada qeydiyyat hissəsi bizdə var. Qeydiyyat hissəsi də çox bəsitdir. Çox şifrənizi falan yazırsınız, daxil olursunuz. Belə, inşallah birinci qruplar üçün də, dördüncü qruplar üçün də bu bir həftə ərzində əlimizdən gəldiyi qədər sizlər üçün qəbul proqramına uyğun sınavlar yaradacağıq. Və sınavları bura imtahanlar menusuna keçməklə hər kəs işləyə bilər. Bir də nəticələrimizi aktiv etmişik. İnşallah bizim mərkəzə aid olan bütün şagirdlərin imtahan nəticələrini burada yerləşdirəcəyik. Hər kəs də oradan izləyə bilər və saytı izləmədə qalın. Yenə deyirəm, saytı mən özüm kodlaşdırmışam. Sayt üzərində çox dəyişikliklər edəcəyik. Orada bizim onlayn video izahlarımız olacaq, sual müzakirələrimiz olacaq, kurs sistemimiz olacaq. Yəni hər kəs tutaq ki, mənim dərslərimdə iştirak etmək istəyirsə, onlayn iştirak etmək istəyirsə, gəlib qeydiyyatdan keçib mənim xüsusi dərslərimlə orada yararlana biləcək. İnşallah növbəti mərhələdə nə yeniliklər olanda bizlər sizlərə xəbər verəcəyik. Əsas hələlik sizlərə, bütün müəllimlərə, şagirdlərə, yəni abituriyentlərə, həm aşağı sinif şagirdlərinə, məsələn, burada 6-cı siniflər üçün bir BSG imtahanımız birini aktiv etmişik. 3 fəndən ibarətdir. Hər fəndə də 20 sual var, ümumi 60 sual var. Olimpiyada həvəskarlarına, baxın, olimpiyadaya girə bilərsiniz burada. Camal müəllimimiz çox gözəl suallardan ibarət 2 dənə burada imtahan yerləşdirib. Hər bir imtahanda 20 dənə sual var və aktivdir. Hər kəs ödənişsiz istifadə edə bilər.
Və ən əsası şagirdlər və müəllimlər, suallar oradan buradan kopya deyil. Xüsusən riyaziyyat sualları sırf qəbul proqramına uyğun yığılır. Olimpiada sualları Camal müəllim öz olimpiada üzrə, riyaziyyat olimpiadası üzrə sözün demiş müəllimlərdəndir. Camal müəllim verir. Məsələn, tarix müəllimimiz Ceyhun müəllim tarixə aid suallarımızı verir. Yəni bütün fənlər xüsusi işlənilir. İndi ola bilər bəzilərində bir-iki xəta olar, o da normaldır. İnsan əməyi olan yerlərdə xəta ola bilir. Onu da özürlü sayın və getdikcə də dediyim kimi sistemimiz daha da təkmilləşəcək. İzləmədə qalın. Gəlin burada qeydiyyatdan keçin. Qeydiyyatdan olanda birazdan mən orada bildiriş sistemi də quracağam. Hər kəsə bildiriş də gedəcək. Yeni illərdən xəbərdar olacaqsınız. Əsas müəllimlər sizlərin MİQ və sertifikasiya imtahanınız gəlir. Saytımıza daxil olaraq həm sertifikasiya hissəsindən, həm də MİQ hissəsindən, baxın görürsünüz, imtahanlarımız var və növbəti mərhələdə sizin imtahanlarınıza qədər çoxlu da orada suallarımız, imtahanlarımız olacaq. Belə, həm kanalı izləmədə qalın, həm saytı izləmədə qalın. Bütün, belə deyim, yeniliklər nə varsa mən həm saytı, həm də video dərslərimə tətbiq edəcəm. Növbəti izahlarda görüşərik, hər kəsə uğurlar arzulayıram. Yenisi mi gəldi? Şagirdlər, deməli, burada PDF çıxır. Gəlin PDF-ə daxil olaq. Burada, baxaq. Deməli, burada nə verir? 152 dənə varmış, düz yazmışam. 145 dənə varmış, düz yazmışam. 141 dənə varmış, düz yazmışam. 135 2 dənə var, düz yazmışam. 130'da 4 dənə varmış. Bax, bundan 4 dənə varmış. Bu 130'dan neçə dənə var? 2 dənəsi var. 1, 2, 4 dənə varmış. Və 125'də də 2 dənə varmış. Və bunu da mən sizə deyim. İndi bax, 1, 2, ümumiyyətlə sayarda 2, 5, 8, 14 dənə ümumi burada oyuncu varmış. Düzüm saydım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Bəs yaxşı, moda nə idi? Ən çox təkrarlanan idi. Moda 130'dur. Deməli, 130 ən çox təkrarlanır. Moda 130'dur. Median nə idi? Balacıdan böyə doğru düzdükcə ortada qalan. Güc sayda. Bunun yarısı 7 edir. 7 gəlir nəyə çıxır? 1, 2, 3, 4, 5, 6, 7. Gəlir bura çıxır. Və bunun növbətisi də olur bura. Bax, ikisi də 135 olur. Deməli, 135'i toplayıb yarıya böləcək, yəni 135 eləyəcək. Deməli, medianımız nə olur? 135 olur. Və deyirdi, nəyin tapıların? Fərqini tap deyir. Fərqi də olacaq 5. Belə, bu sualda qalmışdıq. Bu sualda biz sizə izah verdik. Təşəkkür edirəm. Dediyim kimi, saytı da, kanalı da izləmədə qalın. Növbəti izahlarda görüşərik. Hər birinizə uğurlar.